Sabahdan etibarən elektron siqaretlərin istifadəsi və satışı qadağan olunur. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, həmçinin satış məqsədi ilə saxlanılması inzibati məsuliyyət yaradacaq. Qaydaları pozan şəxslər cərimə oluna və məhsullar müsadirə edilə bilər. Elektron siqaret istifadə olunarsa və ya istehsalı, satışı həyata keçirilərsə, bu halda inzibati qaydada həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Və əgər bu ticarət qaydaları pozularsa, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq fiziki şəxslər demək 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək müsadirə olunmaqla, yəni elektron siqaretlər müsadirə olunmaqla onlar barəsində cərimələr tətbiq oluna bilərlər. Həmçinin dəyişikliyə əsasən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək. Milli Məclisin deputatı Sultan Məmmədov bildirir ki, son illər elektron siqaret istifadəçilərinin sayının artması bu qadağanın tətbiqini zəruri edib. Yeni qəbul olunmuş qanun gələcəkdə əhalinin sağlam həyat tərzinin təmin olunması, məktəbli uşaqlarımızın həm davranışının, həm təhsilinin inkişafına müsbət təsir göstərəcək. Ən əsası isə bu uşaqlarımızın sağlamlığına, ümumiyyətlə əhalinin sağlamlığının qorunmasına müsbət təsir göstərəcəkdir. Çünki ölkəmizdə eyni zamanda tütün məmulatlarının istifadəsinin bu reklamı haqqında qanunda davamlı dəyişikliklər həyata keçirilir və bu məlumatların, tütün məmulatlarının həm reklamının qadağan olunması müəyyən sahələrdə, həm istifadəsinin, idxalının, ixracında olan bu məhdudlaşdırma qanunvericilik tərəfindən tənzimlənir və qəbul olunmuş qanun hər bir istiqamətdə qeyd olunan lazımi tədbirlərin görülməsinə gətirib çıxaracaqdır. Həkimlərin sözlərinə görə isə elektron siqaretlər zərərsiz deyil və onların tərkibində olan maddələr insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə ağciyərlərə zərər vurur, tənəffüs sistemi xəstəliklərinə və digər ağır fəsadlara yol açır. İlk qarşılaşan andan çevikli qışa zədələnməsi, daha sonra bronxların, ağciyərlərin zədələnməsi, xüsusən yerli immun sisteminin zəiflənməsi, buna bağlı ola biləcək ağciyər xəstəliklərini, ağciyər xronik obstruktiv xəstəliyin yaranması. Elektron siqaretdə yeni bir məfhum kəskin ağciyər zədələnməsi ortaya çıxdı və bunu EVALI sindromu adlandırdılar. Bəzi hallarda popkorn bənzəri simptomlarla ortaya çıxan, xüsusən gənc nəsildə ilk 2-3 ayda elektron siqaretə başlamış insanlarda ortaya çıxan və kəskin tənəffüs çaşmazlığının yaranması, təngi nəfəslik, xəstəni reanimasiyaya qədər aparan bir yol oldu. Gəlin cərimələrə görə yox, sağlam cəmiyyət naminə zərərli vərdişlərdən uzaq duraq.